Bir də var deyərlər ki, yaxşının yaxşısıdır. Bir də var deyərlər ki, əladır. Əla başladıq. Günaydın Azərbaycandayıq. Doğma ARB televiziyamızda sabahımız xeyir olsun. Bugün də ekrana yaxın əyləşin. Mən Mikail Gülədinoğlu vəd verirəm. Vəd verirəm ki, böyük təntənə olacaq. Möhtəşəm çalçağır olacaq. Seymurla, Natiqlə, İlkin də buradadır. Buradadırlarsa, süfrəmiz də bugün zəngindir. Süfrəmiz də boldur. Çünki Beyləqan ailəvi restoranı Seymurun, Natiqin adı çəkilirsə, süfrənin zənginliyindən, süfrənin bolluğuna söhbət gedəcək. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Bütün günaydın Azərbaycan verilişini izləyən hər bir kəsin salamlayıram. Sabahlar xeyirli, uğurlu olsun. İzləsinlər. Bugün də hər gün olduğu kimi, hər həftə olduğu kimi. Bəli. Canlı. Yeməklər hazırlanacaq və isti deyil bu. Yox. Məndə ki o bəx var, elə soyuq da mənim əlimin yanında. Sazdır. Hə, bax sazımız da burada. Saz buradadırsa, Ləzzət də orada. Ləzzət. Nə olacaq bugün? Nə hazırlayacaq? Çünki göbələyi görürəm, kənd çolpasını Bu günlərim görürəm. mən sazda, kənd çolpasından saz eləyəcəm. Göbələkli, bütün tərəvəzli. Tərəvəzli, mövsümə gözəl. uyğun olaraq. Bəli, bir dənə saz eləyəcəm. Təmiz nehrə yağı ilə. Natiq usta da danan belətindən. Natiq elə özündür. Sabahın xeyir olsun. Sabahınız xeyir olsun Mikail bəy. Xalqımı salamlayıram. Sabahlar xeyirli olsun. Günaydın Azərbaycan verilişinin bütün izləyicilərini salamlayıram. Sabahlar xeyirli olsun. Bir daha Seymur usta dediyi kimi, Seymur usta kənd sopasından saz hazırlayacaq tərəvəzli ilə. Mən hazırlayacağım dananın belindən bastırmadan şirəli bastırma hazırlayacağım. Şirəli bastırma. Şirəli bastırma hazırlayırsan. Bəh. Şirəli bastırma. Yəni şirəli dana var yeməklərin içində, amma şirəli bastırma yoxdur. Şirəli bastırma bu günə fərqli yeməkdir. Ay Zönəmi. Ne oyunda çıxardırsın? Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Mikail necə? Əmi nəsə şirəli deyir, nəsə deyir. Nəsə şirəlidən söhbət getdi. Dedim yaxın. Yox, o şirəlidən Aransa yox. şirəliyirsiniz. Yox, bir də var bizim qonşu şirəli. Ondan da söhbət getmir. Odur. Yeməkdən söhbət gedir. Sabahınız xeyir olsun. Açının balalarına eşq olsun. Hə, sağ ol. tez-tez əyləşirsiniz. Ha tez-tezən, amma neçə gündür telefonumu götürmür. Axır yığdıq bu günləri, özləri yığdı. Bax dedim ki, şahid olun ki, telefonu götürmür. Amma götürdü. Hə, amma dəstəyə qaldırdı. Dəstəyə Dəstəyə qaldırdı, qaldırdı. dedi ki, sabahınız xeyir olsun, günaydın olsun və biləm ki, günaydın Azərbaycan verilişini hər kəs kimi Akif əmi də izləyir, özü də yaxından izləyir. Çünki evlatları buradadır. Bax, şirəli dana eşitmişik. Elşad əmi, Bəli. bax, çox tədbirlərdə, məclislərdə, el şənliklərdə, illərdə olsun. Bəs şirəli quzu niyə eşitməmişik? Niyə şirəli dana var, şirəli quzu yox? Darıxma, o da olacaq. Olacaq. Bəli. Bəlkə var, biz bilmirik. Var. Ha, deyirlər var. Buyur. Verilişlərin Buyur. Bizdə var. Beyləqan Alı restoranında var, bəli. Bizdə var. Mən onu Çünki- hətta verilişdə də hazırlamışam. Eləmi? Bax, görsən mən Gələn olmamışım. inşallah verilişimizdə şirəli quzu hazırlayacağam. Gələn verilişdə mütləq şəkildə şirəli quzumuz olacaq. Söz verdilər ha. Söz verdilər. Özdə necə söz verdilər? %100. Onsuz axşam mən oradayam. Hə, bu axşam siz gedəcəksiniz. Bu axşam şirəli quzu hazır olsun, xahiş edirəm. Yaxşı? Baş işlədir. Hə. Şirəli quzudan, şirəli danadan, ləziz təyamlardan söhbət gedirsə, söhbət Beyləqan ailəvi restoranından gedir. O Beyləqan ailəvi restoranından gedir ki, 070 221 1013 nömrəsi ilə əlaqə saxlayıb rezerv edə bilərsiniz. Ünvanı da elə mən söyləyim ki, Bakıxanov qəsəbəsində yerləşir. Nevşehir metro stansiyasından Bakıxanov qəsəbəsinə gedəndə yolun sağında görəcəksiniz. Beyləqan ailəvi restoranı yazılır və eyni zamanda dəyərli tamaşaçılar bilirəm ki,